Hoş gördük mənim əzizlərim. Bugün sizlərə mən Ulu Borçalımın değerli ziyalısı, güzel şairimiz Şair İlyas Bey Efendi yaradıcılığından güzel bir şiir paylaşıram. İlyas Bey yazır ki, özümü tek tenha sanıram Allah. Mənən kiçilirəm, sınıram Allah. Odlanıp içimdən yanıram Allah. Dostlar etibarsız dönüş çıxanda. Dünya benim için dar olur onda. Saçıma den düşür qar olur onda. Gözüme tor gelir qord olur onda. Dostlar etibarsız dönüş çıxanda. Təbiblər yan qaçır, devam çatışmır. Cefam başımdan aşır, sefam çatışmır. Vallah boğuluram, havam çatışmır. Dostlar etibarsız dönüş çıxanda. Ne diyeyim vefasız fani dostlara, öteri dostlara, ani dostlara, mənə asi olan cani dostlara, dostlar etibarsız dönüş çıxanda. Bağışlamaz heç vaxt ürək onları, basacaq bilirəm çörək onları. Unudam gerek onları, dostlar etibarsız dönüş çıxanda. Pozulur şeirimin nizamı səfi, qəhətə çəkilir nəfsimin nəfi. Neylərsən ay İlyas, nəşəni, kefi, dostlar etibarsız dönüş çıxanda. Etibarlı dostların qədasını alın, sağ olun dostlar.